Bismillahirrahmanirrahim. Elhamdülillahi vahdehu və salatu və salamu alə mən la nəbiyyə bədə həmmə bəd. Davam edirik. Üç əsas adlı risaləni Şeyhülislam Muhammed ibn Abdülvahhab rahimahullahın və bir də 15-ci dərsdir. Və qaldıq mərtəbətü səlisə 3-cü dərəcə, yəni dinin 3-cü dərəcəsi, o da ihsəndir. Yəni bundan qabaq 2 dərəcə İslam və iman idi və 3-cü dərəcə ihsəndir. قدم مرتبتي الإسلام والإيمان وثلث بالمرتبة الثالثة من مراتب الدين وهي الإحسان. Deyir müəllif deyir, yəni bundan qabaq İslam imandan danışdı və 3-cü mərhələsi, 3-cü dərəcəsi dinin ihsan dinidir və ihsan dərəcəsidir. Vəl ihsan nihayətül ixlas. Nədir ihsan? İhsan yəni ixlasın sonudur, son dərəcəsidir. وَالْإِخْلَاسُ هُوَ إِيقَاءُ الْعَمَلِ عَلَى أَكْمَلِ وُجُوهِهِ فِي الظَّاهِرِ وَالْبَاطِنِ. İxlas isə öz növbəsində nəyə deyilir? İxlas bir əməli ən kamil formada yerinə yetirməkdir. Yəni aşkarı ilə daxili üst-üstə düşərək bir insanın, yəni daxili ilə aşkarı üst-üstə düşərək bunu bir əməli, yəni kamil şəkildə, ən kamil formada yerinə yetirməkdir. Buna ixlas deyilir. Biheysu yekunu qaiman bihi fil batini və zahir, yəni bunu həm daxilində, həm zahirində həyata keçirdənə deyilir. İxlaslı. Ən, yəni kamil formada. Və həzə huvəl ihsan. Məhz budur, yəni ihsan dərəcəsi. Və lizə yufəssaru bil ixlas, və bu səbəbdən də, yəni ihsan dərəcəsi ixlasla təfsir olunmuşdur. Və iştiqaquhu minəl husni, və söz özü, yəni gözəllik sözündən alınmışdır. Sözün mənası nədir? Həsən sözüdür, yəni gözəldir. Nəşi ən həqiqətül istihdar, yəni mənbəyi nədir? Hardan dolayı gəlir? Deyir ki, həqiqətül istihdar, yəni bir şeyi anaraq yerinə yetirmək, anaraq, fərqinə vararaq yerinə yetirmək, yəni aşkarda kəməl mütabə olaraq, yəni aşkarda, yəni kamil şəkildə tabiçilik göstərərək, kamil şəkildə, yəni buyurulan, əmr olunan bir şeyi kamil şəkildə yerinə yetirərək. Və təfsiru bil ixlas təfsir ləhu bil nəticətihi və səməratihi. Və onu deyir, ixlasla deyir, təfsir etmək, yəni ihsan sözünü ixlasla təfsir etmək, bu onun, yəni nəticə olaraq, səmərə olaraq təfsiridir. فإن من اتصف بذلك فإنه يكمل الأمل في الظاهر والباطن. Çünki kimdə bu vəsf varsa, kimdə ihsan vəsfi varsa, artıq onun əməli həm zahirdə, həm batində kamildir. Və deyir ki, وَالْإِحْسَانْ أَعْلَى الْمَرَاتِبِ وَأَعَمُّهَا مِنْ جِهْتِ نَفْسِهَا وَأَخَصُّهَا مِنْ جِهْتِ أَصْحَابِهَا. Sonra yəni bundan qabaq dediyimiz kimi, İslam və iman arasındakı fərqlər dediyimiz kimi, burada da eyni bu fərqlər var. Yəni öz-özlüyündə ihsan dərəcəsi daha genişdir, öz-özlüyündə. Çünki içinə daxildir həm iman, həm İslam. Yəni içlərində ən dar çərçivə, yəni ən dar öz-özlüyündə İslamdır. Çünki İslam ancaq müsəlmanlar daxildir ora. İmana həm müsəlman, həm mömin daxildir. İhsana həm mühsin, həm mümin, həm də ki, muslim daxildir. Aydındır. Demək ki, bu cəhətdən ihsan öz-özlüyündə nədir? Daha genişdir. Lakin ihsan dərəcəsində olan insanlar daha azdır. Aydındır. Yəni, ihsan dərəcəsində olan, yəni mühsin sayca daha azdır. Çərçivəsi daha dardır. Aydındır. Nəinki mömin və ondan da daha geniş nədir? Muslim, müsəlman. Kəmə ənəl imanə ammu min cəhd nəfsi və xassu min cəhd əshabi və ləhəz yuqal kulli muhsin mümin muslim. Və ona görə də deyilir ki, hər muhsin həm mömindir, həm muslimdir, yəni müsəlmandır. Və leysə kulli muslimin müminən muhsinən. Lakin hər müsəlman nə mömin, nə də muhsin sayılmaz. Və kulli mən utliqəl ihsan fəinəhu yədxul fihi l-iman və l-islam. Demək ki, yəni İhsan adı gəlirsə, içinə artıq yəni iman və İslam avtomatik daxildir. Fennəl İslam və iman və ihsan və dəvair, çünki deyir, İslam, iman, ihsan dediyimiz kimi dövrələrdir, dairələrdir və ən geniş dairə İslam dairəsidir. Ondan sonra genişlikdə iman gəlir və ən dar dairə nədir?
ihsan dairəsidir ki, biri digərsini əhatə edir bu dairələr. Hə? Bir dairə digər dairəni əhatə edir. Və ən geniş dairə dediyimiz, yəni müsəlman dairəsidir. Ondan sonra o gəlir daha dar dairə, bu iman dairəsidir və ondan da daha dar ihsan dairəsi. Və məlumun ənə mən kənə fi dairətil ihsan fəhvə daxilun fil İslam vəl iman. Və necə ki, məlumdur, əgər insan yəni dar dairənin içindədirsə, artıq yəni geniş dairələrdə bu əhatə olunmuşdur bunu. Aydındır. Fəzə xaraca anil ulə fəhvə daxilun fis sani. Sonra deyir, o dar dairədən çıxarsa, düşəcək hansı dairəyə? Ondan sonraki, yəni ikinci dairəyə. Ondan da çıxarsa, düşəcək üçüncü dairəyə. Ondan da çıxarsa, artıq dairələri tərk etmiş olur. Aydındır bu. Fəzahər bit-təmsil bi həzdə varsa, hətta qavl mən qal, kulli muhsin mümin muslim. Və bu deyir, dairə çəkməklə bizə yəni aşkar olundu ki, hər deyir muhsin, həm mömindir, həm müsəlmandır. Lakin hər müsəlman nə mömin, nə də muhsin deyil. Fələ yəlzəm min duxulihi fil İslam ən yəkunu daxilən fil ihsan vəl iman. Və bir insanın deyir, İslama girməsi hələ gərəkdirmir ki, o həm də ihsana, imana girsin. Və leysil murad ənə mən ləm yəkun fil ihsan vəl iman ən yəkunu kafir. Lakin burada murad, məqsəd o deyil ki, əgər insan İslam dairəsindədirsə və ihsan iman dairəsinə girməyibsə, kafir sayılsın. Yəni, murad bunda deyil, aydındır. Bəl yəkun muslimən, əksinə, yəni müsəlman sayıla bilər, onda yəni imandan hansısa bir pay ola bilər, onun İslamını səhihləşdirən pay. Onun İslamını səhihləşdirən pay. Amma iman dairəsinə daxil olmaz, aydındır. Yəni, İslam dairəsində olacaq və onun İslamını səhihləşdirən imandan olan bir pay olacaq, lakin o pay bəs eləməyəcək onu iman dairəsinə salmağa, aydındır. Ləkin lə yəkun müminən əl-imanil kamil, yəni kamil iman sahibi sayılmayacaq. Əlləzi yəstəhiqu ən yusnə aleyhi, hansı ki, kamil iman sahibi haqqı çatandır, layiq görüləndir ki, ona təriflər deyilsin. Yəni, Allah Taala təriflədiyi kəslər kimlərdir Quranda? Kamil iman sahibləri. Yəni, iman sahibləri yox, kamil iman sahiblərini Allah Taala tərifləyir də Quranda, düzdür? Fənnəhu ləv kənə müminən əl-imanil kamil ləmənəəhu minəl məasi vəl muharramat. Çünki deyir, əgər kamil iman sahibi olsaydı, bu iman onu saxlayardı asiliklərdən və haramlardan. Madəm ki, saxlamayıb, demək ki, yəni imanı kamil deyil və İslam dairəsindədir. Və qilə lin-nəbi sallallahu aleyhi və səlləm a'taytahum və tarakta fulanən. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə deyilmişdi ki, səndir filan kəsə verdin, amma filan kəsə vermədin, lakin vermədiyin kəs mömindir. Və Allah Rəsulü sallallahu aleyhi və səlləm deyir ki, yoxsa ki, müsəlmandır, yəni bəlkə müsəlmandır, yəni o iman dərəcəsinə yetişməyib. Və həmçinin hədisdə keçir ki, lə yəzni zəni hini yəzni və huvə mumin və lə yəsruqu səriq hini yəsruqu və huvə mumin. Əl-hədis. Bir kəs zina etdiyi halda mömin sayılmaz, bir kəs oğurluq etdiyi halda mömin sayılmaz. Və başqa hədislər də var, and içir Peyğəmbər vallahi lə yu'minu, yəni Allah and olsun ki, iman etməyib filan kəs, yəni böyük günah sahiblərini sadalayır. Fənusus mə nəfət anhumul İslam bəl əsbətət ləhum əhkamul İslam min ismətid-dəm. Bu naslar ondan İslam adını qaldırmayıb. İman adını qaldırıb ancaq. Əksinə, yəni isbat edib onlara İslam əhkamlarını, necə ki, onun qanının qorunması kimi. Yəni, onun qanı məsumdur, qorunmuşdur. Fizəmətu gusilu və kuffinu və sulli aleyhim və öldükləri zamanda qüsullanıb, kəfənlənib və onlara cənazə namazı qılınır. Fə əhlül ihsan hum xavas əhlil iman. İhsan əhli isə iman əhlinin daha xas dairəsidir. Kəmə ənə əhləl iman hum xavas əhlil İslam. Necə ki, iman əhli İslam əhlinin daha xas dairəsi olduğu kimi. Finnə əhləl ihsan kəmməlu ibadətəllahi ilə ən vasalu ilə həddil muraqəbə. Çünki ihsan əhli öz ibadətlərini o dərəcədə kamilləşdiriblər ki, muraqəbə həddinə çatıblar. Muraqəbə nədir? Allah Taala'nın nəzarəti altında özünü hiss etmək. Allah Taala'nın nəzarəti altında özünü hiss etmək bu muraqəbə dərəcəsidir. Yəni yüksək bir dərəcədir.
Sonra deyir ki, ihsanın bir rüknü var. Yəni müəllif rahimehullah deyir ki, ihsan dərəcəsinin bir rüknü var. O da ki, en ta'budallaha ka'annaka tarahu fe in lam takun tarahu fe innehu yarak. Sanki Allah'a deyir, onu gördüyü kimi ibadət edəsən, əgər sən bunu bacarmazsansa, bil ki, o səni görür. Yəni bu nədir? İhsan dərəcəsinin, yəni ihsan dərəcəsinin bir pilləsidir deyir. Və deyir ki, İslamdakı, imandakı kimi müəllif burada, yəni ihsana rükünlər sadalamadı. Dedi ki, bir rükünü var. Vəl-ihsan huve en ta'budallah ibadətil bədəniyyə və ihsan deyir, Allaha deyir, bədəni ibadət, bədən ibadətləri yerinə yetirmək, namaz kimi, həmçinin mal ibadətləri yerinə yetirmək, qurban kəsmək kimi, kəənnəkə tuşəhidu məbudəkə. Bunları yerinə yetirirsən, sanki deyir, məbudu müşahidə edirsən. Bu ihsan dərəcəsidir. Əlləzi qumtə beynə yedeyik, sanki qarşısına durmusan, və qarrabtə ləhul qurban, və ona deyir, yəni bu deyir, xeyr əməllərvi, salih əməllərvi, qurbanlarvi qarşısında yerinə yetirirsən. Və ətəhtəhu fīmə əmərəkə bihi, və sanki əmr edir bu dəqiqə və sən də ona itaət edirsən. Fə innəhu izə inkəşəfət əl-həqiqətü lil-qalb və bələğəl abd fi məqamil mərifə iləl-hədd, və deyir, qəlbə deyir, bu həqiqətdir, aşkarlanarsa və deyir, qul deyir, o məqama yetişərsə ki, mərifətdən o məqama yetişərsə ki, o həddə yetişərsə ki, kəənnəhu yutaliu mə ettusifə bihir Rabb subhanahu, sanki mütaliə edir, sanki görür Rəbbin vəsflərini, Rəbb nə cürünə vəsf olunub, ad və sifətlərini, yəni gördüyü kimi, Rəbbi tanıdığı kimi, kamil sifətlərini andığı kimi, və əhəssət ruhu bil qurbi, və ruhu deyir, yəni o yaxınlığı deyir, özündə hiss edib, xüsusi yaxınlıq var da, yəni Rəbbinin qarşısında. Əlləzi leysə kə qurbil məhsusi minəl məhsus, yəni bu deyir, yəni hissiyatlı olan bir yaxınlıq deyil. Yəni bu yaxınlıq ruhun yaxınlığıdır. Hətta yüşəhidu rəf'əl əl-hicab. Sanki deyir, yəni o arasında olan hicabın, arasında olan o pərdənin qalxmasını müşahidə edir. Ruhu ilə, qəlbi ilə Rəbbinin arasında olan. Və əftəl qalbu və ruh hinizin ilər-Rabb. Və sanki deyir, bu qəlb və ruh deyir, həmin anda Rəbbə tərəf yəni yönəlmişdir. Fəsara ya'buduhu kəənnəhu yarahu, və ona sanki onu gördüyü kimi ibadət edir. Bu ihsan dərəcəsidir, yəni şərhçi yəni bunu belə izah edir. Sonra deyir ki, ey illəm ta'budhu alə istihtar dərəcətil ulə dərəcətil muraqibə fə'ləm ennəkə yaraka səmi'ən alim basir. Muttali alə cəmi xəfəyatik fəhəzgi dərəcətən. Deyir ki, birinci dərəcə əgər səndə alınmazsa, nədir o dərəcə? Sanki Rəbbi gördüyün kimi ibadət edirsən. Ondan sonra gəlir ikinci dərəcə. Bu şərhçinin sözüdür. İkinci dərəcə nədir? Deyir ki, dərəcətül muraqibə, yəni nəzarətdə olmağın, Rəbbin nəzarətdə olmağını müşahidə etmək. Sanki nəzarətdəsən. Rəbbin nəzarəti sənin üzərindədir. Yəni bunu müşahidə etmək. Bu ikinci dərəcə. Birinci müşahidə hansı idi? Sanki Rəbbi görürsən, onun ad və sifətləri ilə, həqiqəti ilə. İkinci dərəcə nədir? Sanki o səni görür, sənin əməlləri vizadır. Yəni bunu müşahidə etmək, hiss etmək öz üzərində, müraqibəni öz üzərində, yəni nəzarəti öz üzərində hiss etmək. Bu ikinci dərəcədir. Yəni birinci sevgi dərəcəsidirsə, ikincisi nədir? Qorxu dərəcəsidir. Yəni sevgi ilə Allaha ibadət etmək. İkinci nədir? Qorxaraq Allah'a. Yəni nəzarət nədir? Qorxmaqdır, düzdür? Aydındır bu. Finləm təhsul ibadəkə ennəkə tuşahid fə'budhu alə mər'am minallah. Əgər sən Allah'ı müşahidə etdiyin kimi ibadət edə bilmirsənsə, onda heç olmasa o cür ibadət et ki, sanki Allah səni görür və sən, yəni ki, bütün sənin gizli əməllərin hamısı qarşısındadır. Bu kimi müşahidə et özü. Və ennəhu səmiyun alimun bi cəmimə təfəluhu. Ki, bil ki, Allah eşidən, bilən, görən, xəbərdar olandır bütün sənin etdiklərindən. Sonra müəllif deyir ki, və dəlil qavluhu təalə. Və bu ihsan dərəcəsinin dəlili nədir? Və bunun izahının, rüşünün dərəcəsinin dəlili nədir?
Allah Teala buyurur: İnnallaha ma'allezine taqav ve'llezine hum muhsinun. Allah kimlərlə bərabərdir? Təqvalılarla və muhsinlərlə bərabərdir. Ey innallah azza və cəl ma'a ibadihillezine taqav el-menhiyyat ve'llezine hum muhsinun fil amal. Yəni sankidir Allah Teala, yəni bu ayənin təfsiri, ayənin izahı odur ki, Allah Teala deyir o qulları ilə bərabərdir ki, hansılar ki, o qadağalar ki, Allah Teala qoyub, onlardan çəkinənlər, qadağalara girmək gizli bir şey, düzdür? وَالَّذِينَ هُمْ مُحْسِنُونَ fil əməl və əməlləri, hansı ki, əmr olunmuşdular yerinə yetirməyi, onu isə gözəl şəkildə, muhsin olaraq yerinə yetirərlər. Demək ki, iki forma var. Qadağalardan çəkinmək və əmrləri yerinə yetirmək. Qadağalardan çəkinmək bu təqva üzərindədir. Əməlləri yerinə yetirmək, bayaq dediyimiz kimi, zahiri ilə batini eyni olsun, üst-üstə düşsün, yəni muhsin kimi yerinə yetirməlidir. Aydındır bu. Deyir ki, وَالَّذِينَ هُمْ مُحْسِنُونَ فِي الْعَمَلِ يَحْفَظُهُمْ وَيَكْلَأُهُمْ وَيُؤَيِّدُهُمْ وَهَذِهِ مَعِيَّةُ خَاصَّةٌ. Və deyir, Allah deyir, yəni bərabərdir. Nə anlama gəlir? Allah onlarla bərabərdir. Allah onlarla birdir. Nə anlamına gəlir? Yəni Allah onları qoruyur, Allah onlara yardım edir. Bu deyir, xüsusidir, məiyyədir, xüsusi birgəlikdir, xüsusi bərabərlikdir. Aydındır. Xasdır Allahın sevimli qullarına. Və muqtadal əm və təqtədir əl-məiyyə xas mənə zəid bihəsb məvatinhə. Sonra deyir ki, və qavluhu həmçinin dəlillərindən, ihsan dərəcəsinin dəlillərindən Allah Teala buyurur: "Və təvəkkəl aləl-əzizir rahim ellezî yaraka hina taqum və taqallubaka fis-sacidin. İnnehu huves-semiyul alim." Allah Teala buyurur ki, "Və təvəkkəl aləl-əzizir rahim." Sən deyir, yəni izzət sahibi, rəhimli olana təvəkkül et. Hansı ki səndir, harda olsan ol, o səni görür. Və təqallubaka fis-sacidin və səcdə edənlərin içində də belə səni seçir. İnnehu huves-semiyul alim. Çünki o deyir, eşidən və biləndir. Bu nədir? Allah Taala'nın muraqibəsidir, üzərində nəzarətidir. Yəni sən təvəkkül elə izzət sahibinə, rəhimli olana, hansı ki sən harda olsan da səni görür. Yəni nəzarəti üzərindədir. Nədir bu? Muraqibə. Aydındır. Səcdə edənlərin içində də səni seçir. Çünki eşidən və biləndir. Bu hamısı muraqəbədir. Deyir ki, ey yaraka fi salatika. Yəni Allah sənin deyir, yəni hərəkətlərini görür, bilir. Və yaraka fi salatik, sən də namazında səni görür. Və fi hal qiyami, qiyamında da səni görür, rükunda da səni görür, səcdəndə də və qu'ud, yəni oturuşunda, təşəvvüdə, oturmağında da. Yəni bu ayə, yəni namazı vəsf edir də, yəni sən namaz qıldığın halda Allah səni görür. Yəni sən bu namazı nə formada edəcəksənsə, bax bu ihsan dərəcəsi lazımdır da buna, düzdür? Yəni kamil şəkildə yerinə yetirəcəksənsə, yəni o müşahidə səndə olmalıdır ki, Allah səni görür. Aydındır bu. Və sonra deyir ki, növbəti dəlil: وَمَا تَكُونُ فِي شَأْنٍ وَمَا تَتْلُ مِنْهُ مِنْ قُرْآنٍ وَلَا تَعْمَلُوا مِنْ عَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ. Nə etsəniz də, hansı iş görsən də, Quran oxusan da, nə əməl etsən də, illə kunna aleykum şuhudan. Biz sənə yəni şahidik. Biz şahidik əməlinə. Deyir ki, mə təkun ya Muhammed fi əməlin minə əməl. Ey Məhəmməd, deyirsən, hansı əməl etsən belə. Və o mə tatlu minallahi min Qur'anin nazilin. Və Allah nazil etdiyi Qurandan hansı hissəni nə oxusan belə, nə şənin, nə əməlin olsa belə, və la ta'mal min əməlin, elə bir əməl yoxdur ki, əntə və ümmətukə, sən və sənin ümmətin, biz mütləqdir ki, buna şahidik. Müşahidun ləkum ra'un səmi'un. Görürük, müşahidə edirik, eşidirik. İstufidun fihi, ey təxuzun fi zəlikə şey. Yəni bu şeydən nələr edirsiniz? Hamısı, yəni Allahın müşahidəsindədir. Sonra deyir ki, və dəlil minəs sünnə. Sünnədən isə buna dəlil məşhur Cəbrail əleyhissalamın hədisidir. Hansı ki, Ömər radiyallahu anh rəvayət edir.
Və deyir ki, qalə beynəmə nəhnu culus ində Rasulillahi sallallahu aleyhi və səlləm. Bir gün biz deyir Peyğəmbər sallallahu aleyhi və səlləm yanında oturmuşduq. Və izə tala aleynə raculun şədidul beyad thiyab, şədidul savadil şər. Bir kişi yəni peyda olundu. Paltarı dümdüy, yəni ağappaq paltar, saçı da qapqara idi. Saç saqqalı qapqara idi. Lə yura aleyhi əsər səfər və lə yərifuhu minnə əhəd. Onun üzərində nədir səfər əsər əlaməti var idi, nə də ki bizlərdən heç kəs onu tanımırdı. Yəni bu hardan peyda olundu bilinmir. Səfərdirsə, uzaq yerdən gəlibsə, üstündə səfər əlaməti yoxdur, çünki ağappaq paltardır, qapqara saqqal saçdır. Yəni nə toza bulanmayıb, nə heç nə. İçimizdən də heç kəs tanımır bunu. Deyir ki, hətta cəlsə ilə Nəbi sallallahu aleyhi və səlləm və Peyğəmbər sallallahu aleyhi və səlləm yanında oturur və əsnəd rukbəteyhi ilə rukbəteyhi və dizini dizinə sökür. Və da kəffeyhi alə fəxizeyhi və əllərini qoyur onun budlarının üzərinə və deyir ki, ey Muhammed, əxbirni anil İslam. Deyir ki, ey Muhammed, mənə İslam barəsində xəbər ver. Deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem en teşhede en la ilahe illallah ve enne Muhammed Resulullah ve tuqime salat ve tu'te zeka ve tasum Ramazan ve tahujjel beyte in istata'te ileyhi sabila. Sən deyir, yəni la ilahe illallah şahadətini deyib Muhammed Resulullah şahadətini deyəsən, namaz qılasan, zəkat verəsən, Ramazan orucunu tutasan və tahujjel beyt, Allahın evini həcc edəsən, əgər ora yol tapmağı bacararsansa. Fəqalə sadaqtə, deyir ki, doğru dedin. Fəacibnə ləhu yəsəluhu və yusaddikuhu. Biz də təəccübləndik. Özü deyir, özü də təsdiqləyir. Deyir ki, iman barəsində xəbər ver. Allah Resulü yəni buyurur ki, ən tu'minə billahi və mələikətihi və kutubihi və rusulihi və l-yevmil əxiri və tu'minə bil qadəri xeyrihi və şərrihi. Deyir, Allaha iman edəsən, mələklərinə, kitablarına, rəsuluna, axirət gününə, qədərin xeyrinə və şərrinə iman edəsən. Bu da, yəni, bu ümumi dəlildir. Bundan qabaq ki, İslam dərəcəsində, iman dərəcəsində, ihsan dərəcəsində hamısının dəlili bu hədisdir, yəni, sunnadan gələn. Yəni, deyir ki, sadaqtə, doğru dedin. Bəs, xəbər ver, ihsan nədir? O barədə xəbər ver. Deyir ki, ən təbudallah kəənnəkə tərah. Allahı sanki gördüyün kimi ibadət edəsən. Filləm təkun tərahu finnəhu yarak. Əgər bunu bacarmazsansa, əgər edə bilməsən, onda bil ki, Allah səni görür. Deyir ki, qalə əxbirni ənisə, mənə axirət günü barəsində xəbər ver. Deyir ki, məl məsul ənhu bi'aləm minəs-səil. Soruşulan bir sorandan daha yaxşı bilmir bu məsələni. Deyir ki, heç olmasa onun əlamətlərini denən. Deyir ki, əntəlidə əl-əmətu rabbətəhə. Deyir, qul qadın deyir, öz deyir, ağasını doğacaq. Və entərəl hüfətul uratul alə rəəşə yətətəvəlunə fil bunyan. Və görəcəksən ki, deyir, yalın, lüt, deyir, qoyun otaranlar, çobanlar bina tikməkdə deyir, yarışacaqlar. Kimdə daha ucadır? Deyir ki, fəqalə fəməda fələbisnə məliyən durur və gedir, deyir, bir müddət otururuq, qalırıq. Deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, ya Ömər, ətədri məs-səil, ey Ömər, bilirsənmi, sual verən kim idi? Qultu Allah və Rasuluhu aləm. Deyir ki, Allah və Rasul daha yaxşı bilir. Deyir ki, həzə Cibril, ətəkum yuallimukum əmrə dinikum. Bu deyir, Cəbrail əleyhissalam idi, gəlmişdi sizə dininizi öyrətməyə. Bu hədis də yəni sunnadandır və bu ilə kifayətlənək. İnşallah bugünkü dərsi. Subhanakallahumma və bihamdikə əşhədu an la ilaha illə əntə əstəğfiruka və etûbu ileyk.